yeni ilimiz ölkəmizə qədəm qoyur. Bu münasibətlə bütün xalqımızı, məxsusən qazilərimizi, müharibə veteranlarımızı, şəhid ailələrimizi səmimi qəlbdən özəlləşdirmə çeklərinin işçi qrupu adından təbrik edirəm və Allahdan sizə xeyirli, bərəkətli, səadətli ömür, xeyirli aqibət diləyirəm. Əziz xalqımız, özəlləşdirmə çeklərinin taleyi ilə bağlı bu müraciətdə sizə bəzi məlumatları vermək istəyirəm. O kəslər ki, dövlətə və mərhum Prezident Heydər Əliyevin xalqa verdiyi vədlərə inanaraq ümidlə 29 ildir satmayıb saxlayan ailələr, biləsiniz ki, hüquqşünas alimlərin də dediyi kimi, özəlləşdirmə çekləri dövriyyədən çıxarılmayıb. Əmlak Komitəsi şifahi sözlə deyilən yalan məlumatlar əsasında məhkəmələr vasitəsilə buna hüquqi qüvvə vermək istəyirlər. Bu cür yalan isə cinayətdir. Əmlak Komitəsinin nümayəndələri məhkəmələrdə özəlləşdirmə çeklərini Cənab Prezident öz fərmanı ilə dövriyyədən çıxarıb deyərək yalan söyləyir və cinayət edirlər. Hətta Prezidentə çeklər qanunvericiliklə dövriyyədən çıxarılıb deyərək yalan məlumat verirlər. Çünki Cənab Prezident öz fərmanında tədiyyə ödəmə vasitəsi kimi istifadəsi 2011-ci il yanvar ayında başa çatan özəlləşdirmə çeklərinin qanunvericiliklə dövriyyədən çıxarılmasını göstərmişdir. Yəni, özəlləşdirmə çekləri dövriyyədən çıxarılır, yox, qanunvericiliklə dövriyyədən çıxarılır yazmışdır. Çünki qanunlarda özəlləşdirmə çeklərinin dövlət qiymətli kağızı olduğu və dövriyyədən necə çıxarılması barədə birbaşa tənzimlənib. Mülki məcəllədə deyilir ki, qiymətli kağızların dövriyyədən çıxarılması üçün Əmlak Komitəsi və Mərkəzi Bank mütləq şəkildə mətbuatda elan verməli idi və Mərkəzi Bank isə dövriyyədən çıxarılması qaydasını hazırlamalı idi. Yəni, Cənab Prezidentin fərmanına və qanunlara tam zidd olaraq Əmlak Komitəsinin yalanlarına hüquqi qüvvə verməyə çalışan məhkəmələr bir illik kompensasiya tələbi üçün müddətin keçdiyini öz qərarlarında yazdılar. Bu isə konstitusiya və qanunların kobud şəkildə pozulmasıdır. Hamı sadə bir şeyi bilməlidir ki, əgər qanunun göstərdiyi tələbə uyğun olaraq özəlləşdirmə çeklərinin dövriyyədən çıxarılması barədə mətbuatda məlumat verilməyibsə, bir illik kompensasiya müddəti barədə heç kim qərar qəbul edə bilməz. Biz hamımız bilirik ki, mətbuatda bu barədə heç vaxt məlumat olmayıb. Əks halda çeklərini satmayan 1 milyondan artıq vətəndaşdan heç olmasa bir-ikisi xəbər tutub kompensasiya alardı. Dostlar, Ali Məhkəmə bu cinayəti aradan qaldırmasa, Avropa Məhkəməsinə şikayət olunacaq. Bu səbəbdən heç kim özəlləşdirmə çeklərini satmasın. Bir daha bayramınız mübarək olsun. Facebookda özəlləşdirmə çekləri qrupunda aktiv iştirak edin. Bir-birinizə dəstək verin ki, ruhdan düşməyəsiniz. Bu haqsızlığa ancaq birlikdə mübarizə apararaq qalib gələ bilərik. Allah böyükdür. Allah səbirlə öz haqları uğrunda mübarizə aparanları sevir və əvəzsiz qoymur. Paylaşın, birləşək, haqq bir olanlara mənsubdur. Bu çeklər hələ də dövriyyədədir. Dövriyyədən çıxarılıbsa, bizə bir normativ hüquqi akt göstərin. Çünki dövriyyədən çıxarmanın proseduru budur. Proseduru budur ki, mənim kompensasiyamı verəcəksən, sonra mənim alımdan mənə vermiş olan mülkiyyətimi alacaqsan. Dövriyyənin proseduru budur. Belə bir şey olmuyor. Belə bir normativ hüquqi akt mövcud deyil. Ona görə də bizim əsas üzərində durduğumuz məsələ bundan ibarət. Bizim mülkiyyət hüququmuz var. Bu mülkiyyət hüququmuzu alırsınızsa qarşılığını ödəyin. Biz başqa bir şey istəmirik. Bir sual verməklə. Zəmanət paylarının qiyməti nə qədər? Kompensasiya olunması qiyməti dövlət hesab. Biz onu deyirik də, hesablayın deyirik. Bu ekspertlərinizi təyin edin, bunun qiymətini hesablayın ki, bizi qiymət ödəyəsiniz. Yəni bizim təxmini düşüncəmiz 40 mindir, 100 mindir, 50 mindir. Belə bir şey təxmin edirik biz sadəcə. Bu dəqiq bir şey deyil. Amma mən deyirəm ki, dövlət mütəxəssis təyin eləsin, ekspert qrupları formalaşdırsın, bunları hesablasın.
Mesele budur. Bugün bir de yüzümü sayın. Mübariz müəllim. Mən Naxçıvan. Mübariz müəllim. Bir dəqiqə. Buyurun. Şəhid oğul anlatıyım qəhrəman. Bunların içində Allah həddi şəhidimizi gəlmişəm. rəhmət eləsin. Birinci gəlmişəm, bir kimliyimi üzünü çıxardıb vermişəm ora. Orada yazmamışam, şəhid anasıyam. Ora vermişəm. İçində gəldim gecə Dubinka ilə cəmaatı çıxartdılar, yolu itirdim. Bu da üçüncü dəfədir gəlmişəm Naxçıvandan. Nə olacaq bunun axırı? Axı onu Axırını Ulu əslində Öndər dedim. Heydər Əliyevin Allah ruhunu şad eləsin. Ulu Öndər Allah Heydər rəhmət bunu bizə eləsin mülkiyyət Heydər kimi Əliyevə. verib. Mən də aziz deyib onu Allah bugünə qədər prezidentimizə saxlamışam. can sağlığı versin. Həqiqətən də bu işlər mən inanıram ki, prezidentimiz təmin edir. İnşallah. Mən ona güvənirəm. Vətəndaşları ən çox narahat edən məsələlərdən biri də dövlət özəlləşdirmə paylarının qiymətidir. Bununla bağlı qeyd etməliyəm ki, birincisi, dövlət özəlləşdirmə payları qanunla verilir və qanunla dəyəri maddi ekvivalentə bağlandığından və inflyasiyadan qorunduğundan qanunun qoyduğu qaydaya uyğun olaraq təxmini hesablamalara görə bugün üçün hesab edirik ki, ən azı 40.000 manat səhm payı ilə eyni ekvivalentdədir. Çünki 1997-ci ildə Əmlak Komitəsinin 222 nömrəli əmrində olan hesablamada hər dövlət özəlləşdirmə payının dəyəri ən azı 2000 Amerika Birləşmiş Ştatları dolları olduğu bildirilmişdir. 28 ildə ən azı 10 dəfə inflyasiya olduğunu nəzərə alsaq, deməli hər dövlət özəlləşdirmə payının dəyəri ən azı 20.000 Amerika Birləşmiş Ştatları dolları əmlak ekvivalenti dəyərindədir. İkincisi, əgər qanunlara uyğun düzgün hesablamalar aparılarsa, Ulu Öndər Heydər Əliyevin imzaladığı qanunla bütün özəlləşdiriləcək orta və iri müəssisələrin əmlak dəyərinin ən azı 65%-i dövlət özəlləşdirmə çekləri ilə aparılmalı idi. Gec və ya tez, gələcəkdə özəlləşdirilməsi nəzərdə tutulan bütün dövlət müəssisələrinin investisiya holdinglərində olan onlarla dövlət müəssisələrinin, o cümlədən bankların, Azerselin və s. bu kimi orta və iri müəssisələrin, eyni zamanda xarici və yerli şirkətlərə icarəyə verilmiş, gələcəkdə özəlləşdirilə biləcək neft sənayesi, çünki cəmi 10% SOCAR-a aiddir, digərləri isə icarədədir. Və həm də mədən sənayesi, xəstəxana, poliklinikalar, ali və peşə təhsil müəssisələri, mənzil istismar sahələri və s. nəzərə alsaq, bu zaman hər dövlət özəlləşdirmə payının əmlak ekvivalent dəyəri bəlkə də 200.000 manat hesablana bilər. Vətəndaşları ən çox narahat edən məsələlərdən biri də dövlət özəlləşdirmə paylarının qiymətidir. Bununla bağlı qeyd etməliyəm ki, birincisi, dövlət özəlləşdirmə payları qanunla verilir və qanunla dəyəri maddi ekvivalentə bağlandığından və inflyasiyadan qorunduğundan qanunun qoyduğu qaydaya uyğun olaraq təxmini hesablamalara görə bugün üçün hesab edirik ki, ən azı 40.000 manat səhm payı ilə eyni ekvivalentdədir. Çünki 1997-ci ildə Əmlak Komitəsinin 222 nömrəli əmrində olan hesablamada hər dövlət özəlləşdirmə payının dəyəri ən azı 2000 Amerika Birləşmiş Ştatları dolları olduğu bildirilmişdir. 28 ildə ən azı 10 dəfə inflyasiya olduğunu nəzərə alsaq, deməli hər dövlət özəlləşdirmə payının dəyəri ən azı 20.000 Amerika Birləşmiş Ştatları dolları əmlak ekvivalenti dəyərindədir. İkincisi, əgər qanunlara uyğun düzgün hesablamalar aparılarsa, Ulu Öndər Heydər Əliyevin imzaladığı qanunla bütün özəlləşdiriləcək orta və iri müəssisələrin əmlak dəyərinin ən azı 65%-i dövlət özəlləşdirmə çekləri ilə aparılmalı idi. Gec və ya tez, gələcəkdə özəlləşdirilməsi nəzərdə tutulan bütün dövlət müəssisələrinin investisiya holdinglərində olan onlarla dövlət müəssisələrinin, o cümlədən bankların, Azerselin və s. bu kimi orta və iri müəssisələrin,
eyni zamanda xarici və yerli şirkətlərə icarəyə verilmiş, gələcəkdə özəlləşdirilə biləcək neft sənayesi, çünki cəmi 10% SOCAR-a aiddir, digərləri isə icarədədir. Və həm də mədən sənayesi, xəstəxana, poliklinikalar, ali və peşə təhsil müəssisələri, mənzil istismar sahələri və sair nəzərə alsaq, bu zaman hər dövlət özəlləşdirmə payının əmlak ekvivalent dəyəri bəlkə də 200.000 manat hesablana bilər. İlk mövzumuz özəlləşdirmə çekləridir və ilk növbədə qısa bir arayış verək ki, 90-cı illərin ikinci yarısında Azərbaycanda özəlləşdirmə çekləri dövrəyə buraxıldı. Həmin dövrdə bu çeklər vətəndaşların haqqı olduq deyilirdi və qeyd olunurdu ki, hər bir vətəndaşın bu çeklərlə az da olsa, minimum da olsa özəlləşdirmədə iştiraki vacibdir və ailə üzvlərinin sayına görə çeklər paylanırdı. Qeyd edək ki, bəzi ailələr aldıqları çekləri dəyərləndirə bildilər, minimum da olsa. O zaman 28 may metro stansiyası yaxınlığındakı Qara Bazarda çeklər satılırdı, alınırdı. Bəzi vətəndaşlar isə nə zamansa daha da yüksək qiymətə satılar deyə, dəyərə minər deyə çekləri saxladılar və daha sonra bu çeklər insanların əlində qaldı. Bugün də minlərlə insanın əlində özəlləşdirmə çekləri var və onları bir sual düşündürür ki, yenidən bu çeklər tədavülə qayıdacaqmı, canlanacaqmı və bunun üçün ümumilikdə hüquqi əsaslar nə səviyyədədir? Facebookda da özəlləşmə çekləri adlı bir qrup var. 36 mindən çox vətəndaşın birləşib öz haqlarını, konstitusiyon hüquqlarını müdafiə etdiyi qrupda müxtəlif müraciətlər var dövlət başçısına, deputatlara, ziyalılara, mediaya, hüquqşünaslara, ictimai xadimlərə ki, bu məsələni araşdırsınlar və orada xeyli suallar yer alır. Biz də bu suallar əsasında araşdırma aparmaq qərarına gəldik və öncəki verişlərimizdə də, özəlləşmə çekləri ilə bağlı verişlərimizdə də vətəndaşların bizə ünvanladığı suallar var idi və onları da topladıq ümumilikdə canlı yayımda. Ölkənin bir neçə tanınmış hüquqşünasından bu mövzularla bağlı açıqlamalar aldıq, zənglər etdik. Dəyərli izləyicilər, bu efir sizin üçün maraqlıdırsa, bu mövzu sizin üçün maraqlıdırsa, elə indi bəyənin və paylaşın ki, daha geniş auditoriya bizi izləyə bilsin və siz də fikirlərinizi, suallarınızı yazın şərh bölməsinə. Onları da növbəti verişlərimizdə nəzərə alacağıq. Mövzunun inkişafı üçün sizin də aktivliyiniz önəmlidir. Biz isə canlı yayımda özəlləşmə çekləri barədə hüquqşünas alimlərin, bu problemlərin həlli yolları ilə bağlı rəylərini öyrənməyə çalışacağıq. Bəli, efir rejissorumuza sözü verək. Mübariz müəllim, dövlət özəlləşdirmə çeklərinin tədavüldən çıxarılmasını niyə konstitusiya və qanunlara zidd hesab edirsiniz? Demək, daha əvvəl dediyimiz kimi, həm dövlət özəlləşdirmə payları, həm də onların bağlandığı qiymətli kağız olan dövlət özəlləşdirmə çekləri vətəndaşın dövlət əmlakının bir qismi üzərində, hansı ki özəlləşdiriləcək dövlət əmlakıdır, həmin əmlakın bir qismi üzərində mülkiyyət hüququnun var olduğunu birbaşa təsdiq edir. Konstitusiyamıza və qanunlarımıza əsasən vətəndaşların mülkiyyət hüquqların məhdudlaşdırılması və ya dövlət tərəfindən əldə olunması ancaq qanunla və qanunun göstərdiyi əsaslarla məhkəmə qərarı ilə həyata keçirilə bilər. Bu səbəblə də hesab edirik ki, dövlət özəlləşdirmə çeklərinin daha sonra qəbul edilən fərmanlarla tədavüldən çıxarılması, onların məhdudlaşdırılması və vətəndaşların əllərindən alınması mənasına gəlir ki, bu da onların mülkiyyət hüququnun pozulması, başqa bir sözlə də konstitusiya və qanunların pozulması mənasını ifadə edir. Bir sözlə, fərmanla özəlləşdirmə çeklərinin dövriyyədən çıxarılması, özü də kompensasiya ödənilmədən dövriyyədən çıxarılması hesab edirik ki, konstitusiya və qanunlara zidd bir məsələdir. Özəlləşdirmə prosesi ümumiyyətlə tarixi, sosial, iqtisadi, siyasi əsaslar üzərində qurulmuş bir prosesdir və bu proses konstitusiyanın ədalət və bərabərlik prinsiplərinə əsaslanır. Bu da təbii ki, dövlətə olan etimadın təzahürüdür. Nəzərə alsaq ki, SSR-nin bütün mülkiyyəti xalqa məxsus idi və bu dövlət əmlakının qurulmasında bizim ulu babalarımızın, ata babalarımızın, özümüzün zəhməti az olmuyor.
Hamımızın yaxşı yadındadır ki, Sovet dövründə orta məktəbdə 5-ci, 4-cü sinifdən başlayaraq şagirdləri, o cümlədən müəllimləri, həkimləri pambıq, üzüm yığmaq üçün başqa bir sözlə kommunizm qurmaq ideologiyası ilə məcbur işlədirdilər. Vətəndaşlar simvolik əmək haqqı alırdılar. Bu səbəblədir ki, əmlak payları təkcə hal-hazırda vətəndaşın özünün deyil, həm də ulu babalarının, babalarının övladlarına verilmiş miras əmlak payıdır. Ümumiyyətlə, sosializmdən kapitalizmə keçidin ədalətli ola bilməsi üçün bu dövlətin vətəndaşlarına miras əmlak payı kimi başa düşülməlidir. Ona görə də hesab edirik ki, dövlət özəlləşdirmə çeklərinin tədavüldən çıxarılması ancaq və ancaq qanunla və kompensasiya edilərək həyata keçirilə bilər. Mübariz müəllim, vətəndaşlar bu məsələ ilə bağlı dövlət orqanlarına etdikləri müraciətlərinə adekvat cavab ala bilmirlərsə, hansı effektiv müdafiə üsullarından istifadə edə bilərlər? Demək, 2011-ci ildə hökumətin verdiyi rəsmi məlumatda məlum olur ki, 1 milyon özəlləşdirmə payı ölkə vətəndaşlarında qalıb. 600 minə yaxın pay isə yerli və xarici investorlar tərəfindən depolarda saxlanır. Çek sahibi olan yüz minlərlə vətəndaşın bu hüquqlarının müdafiəsi üçün məhkəmələrə ayrı-ayrılıqda müraciət etməsi demək olar ki, mümkün deyil, absurddur. Bu məsələ hüquqla bağlı bir məsələdir. Ona görə də həlli ən effektiv həll yolu düşünürük ki, Konstitusiya Məhkəməsinin araşdırılmasında Konstitusiya Məhkəməsindədir. Bildiyimiz kimi Konstitusiya Məhkəməsinə birbaşa vətəndaşlar özləri də müraciət edə bilər. Bunun yanında onların müraciəti əsasında deputatlar, Azərbaycan Respublikasının Baş Prokuroru, Ombudsman, Prezident aparatının hüquqşünasları, Ali Məhkəmə və digər məhkəmələr də müraciət və sorğular göndərə bilər və məsələnin araşdırılmasını istəyə bilər. Deputatlar tərəfindən vətəndaşların hüquqlarının müdafiəsi üçün mətbuatda söylənmiş fikirlər təqdirə layiqdir və mühümdür. Bununla birlikdə hesab edirik ki, ən effektiv müdafiə yolu və problemin həlli yolu Konstitusiya Məhkəməsində işə baxılmasıdır. Ona görə də hesab edirik ki, hörmətli deputatlarımız qanunvericiliyə, Milli Məclisin əsasnaməsinə istinad edərək Konstitusiya Məhkəməsinə müraciət etsələr, bu problemin həlli üçün daha da faydalı olar. Təşəkkürlər. Və sonuncu sualımı sizə ünvanlamaq istəyirəm. Dövlət özəlləşdirmə çeklərinin, yəni paylarının dəyəri necə tənzimlənir? Təşəkkür edirəm bu sual üçün. Həqiqətən də özəlləşdirmə çekləri ilə bağlı ən çox maraq doğuran suallardan birisi də məhz onların qiymətinin necə hesablanacağı məsələsidir. Yəni, birbaşa demək lazımdır ki, qanunda özəlləşdirmə çeklərinin nominal dəyəri birbaşa tənzimlənməyib. Amma bununla birlikdə biz qanunvericiliyə bir göz atsaq, görərik ki, məsələn 93 tarixli özəlləşdirmə qanunu bildirir ki, əmlak payının miqdarı, onun bölgüsü və s. bu kimi məsələlər mülkiyyət hüququ ilə bağlı olduğu üçün qanunla qəbul ediləcək dövlət proqramı ilə tənzimlənə bilər. Həmin dövlət proqramında həm də özəlləşdiriləcək bütün orta və iri müəssisələrin, yəni dövlət əmlakının ən azı 65%-nin ölkə vətəndaşlarına qanunla qoyulmuş qaydalar əsasında əmlak payı olaraq verilməsi bir dövlət öhdəliyi kimi nəzərdə tutulur. Bu əmlak payının dövlət özəlləşdirmə çeklərlə vətəndaşlara verilməsi qərarı alınıb, yəni. Dövlət qiymətli kağız olan özəlləşdirmə çekləri birincili olaraq yerləşdiriləndən sonra, yəni vətəndaşlara verildikdən sonra özəlləşdiriləcək dövlət payı üzərindəki mülkiyyət hüququ ilə birlikdə digər bütün hüquqlar da vətəndaşlara keçmiş sayılır. Bütün bunlara baxmayaraq, qanunda özəlləşdirmə çeklərinin nominal dəyəri birbaşa ifadə olunmuyor. Yəni, bu bir mənalıdır. Ancaq
Əmlak Komitəsinin 222 sayılı bir əmri var. Həmin əmrdə məlum olur ki, bir paya düşən əmlak dəyəri ən azı 2000 Amerika Birləşmiş Ştatları dollarıdır. Qeyd etmək lazımdır ki, qanunda göstərilən qaydaya və öhdəliyə əsasən əmlak payının dəyəri inflyasiyadan qorunan dəyərdir. Bu dəyər çəkin nominal dəyəri də olmayıb, əmlak payının real dəyəridir və ona görə də hal-hazırda həmin dəyər 5-10 dəfə yüksəkdir deyə bilərik. 25 il vaxt keçdiyi üçün yeni nominal dəyər qanunla qoyulmuş qaydaya uyğun olaraq hesablana bilər. Hətta bu hesablanmalıdır. Məhz Nazirlər Kabinetinin 8 fevral 2018-ci il tarixli 39 nömrəli qərarı ilə təsdiqlənmiş Azərbaycan Respublikasında ticarət, ictimai yaşayış, məişət və digər növ xidmət qaydalarından məlum olur ki, xarici valyutanın və qiymətli kağızların, səhmlər, istiqrazlar, dövlət özəlləşdirmə çekləri və sairinin alqı-satqısı qanunla tənzimlənir. Bütün bunlar onu deməyə əsas verir ki, bizə bəs bu özəlləşdirmə çeklərinin də artıq dəyəri, nominal dəyəri deyək ən azından, qanunla birbaşa tənzimlənməsi bu mübahisələrin qarşısını alacaq. Yəni, bu mübahisələri ortadan qaldıracaq və önəmli bir ehtiyacı təmin edəcək. Dəyərli izləyicilər, Mübariz müəllimin fikirlərini eşitdiniz, xeyli ətraflı şərh etdi və onun araşdırmasından, hüquqi faktlarından məlum olur ki, özəlləşmə çekləri fərmanla dövriyyədən çıxarılarsa, bu konstitusiya və qanunların pozulmasıdır. Bu sizin vətəndaşların miras əmlak payıdır, özəlləşmə çekləri, dəyərli tamaşaçılar, və tam aydın olur ki, dövriyyədən çıxarma da ancaq qanunla ola bilər və ya kompensasiyanın ödənilməsi ilə də mümkün ola bilər. Bu isə o deməkdir ki, dövlət vətəndaşlara məxsus əmlakı özəlləşdirərkən, satarkən 65%lik əmlak payını pulla satması, vətəndaşlara kompensasiya ödəmədən satması konstitusiya və qanunlara ziddir. Daha bir açıqlamamız olacaq, dəyərli izləyicilər. Bakı Dövlət Universitetinin Hüquq Fakültəsinin Konstitusiya Hüququ kafedrasının professoru, hüquq üzrə elmlər doktoru, Sirus Vəkil Bürosunun müdiri Subhan Əliyevdən açıqlama almışıq və o, özəlləşdirmədə xarici təcrübə və Azərbaycandakı özəlləşdirmə prosesindəki hüquqi problemlər barədə bizə danışıb. Buyurun, izləyin. Özəlləşdirmə çekləri ilə bağlı xarici ölkə təcrübəsi və kompensasiya barədə fikirlərimi belə bildirə bilərəm ki, özəlləşdirmə çekləri ilə bağlı xarici ölkə təcrübəsini müəyyən etmək üçün biz postsovet məkanında çeklər ilə həyat keçirilmiş özəlləşdirmə prosesinə baxmalıyıq. Məsələn, Rusiyada özəlləşdirmə zamanı vətəndaşlara paylanan voucherlərin nominal dəyəri 10.000 manat rubl qoyulmuşdur və banklarda bu pul ilə əvəzlənə bilərdi. Həmin dövrdə 10.000 rubla bankda dəyişdirərək bir avtomobil əldə mümkün idi. Lakin 2 ay müddətində güclü inflyasiya nəticəsində 10.000 rubla maşının təkəri düşürdü. Çünki onların qəbul etdiyi qanunda bu dəyərin inflyasiyada qorunması nəzərdə tutulmurdu. Pribaltika ölkələrində isə özəlləşdirmə zamanı qəbul edilən qanunların və onların icrasını tam olaraq vətəndaşların xeyrinə olduğu hamıya məlumdur. Belarusiyada özəlləşdirmə bizdən əvvəl başlandı və bu gün də davam edilir. Orada vətəndaşlara 2 cür voucher verilirdi. Birincisi torpaq və ev almaq üçün, digəri isə müəssisələrdən pay almaq üçün. Hal-hazırda banklarda 300-ə yaxın səhmdar cəmiyyətin səhmləri vətəndaşlar üçün təklif olunur. Gəlirliyi aşağı olan müəssisələrin alınmasında imtina edən vətəndaşlar özəlləşmə prosesi başçısında qanuna qoyulmuş qayda əsasında kompensasiya alacaqlar. Mülkiyyət qəzetində yayılan məlumatdan məlum olur ki, İsraildə dövlət bankı özəlləşdirən zaman onun bütün səhmləri ancaq İsrail vətəndaşlarına əvəzsiz olaraq bərabər paylanmışdır. Xarici sərmayəçilər ancaq ikinci bazarda olan səhmləri vətəndaşlardan ala bilərdi. Ulu öndər Heydər Əliyevin uzaq görən siyasət nəticəsində Azərbaycanda özəlləşdirmə başlamamışdan əvvəl xarici təcrübənin negativ halları aradan qaldırmaq üçün xüsusi komissiya yaradılıb.
həmin ölkələrdə nümayəndələr göndərilmişdir. Bu səbəbləndir ki, 95-ci ildə dövlət özəlləşdirmə proqramı qəbul edilən zaman bütün özəlləşdirmə dövründə özəlləşdirəcək orta və iri müəssisələrin ən azı 65%-nin özəlləşdirmə çekləri ilə əvəz edilməsi dövlət tərəfindən qanunla qoyulmuş qayda ilə tənzimləndi. Eyni zamanda özəlləşdirmə çeklərinin çıxarılmasına əsas olan dövlət özəlləşdirmə payları, yəni əmlak payları, inflyasiyadan qorunan əmlak payı kimi qəbul olundu. Bu səbəblə vətəndaşlara verildikdən sonra özəlləşdirmə çeklərinin dövlət qiymətli kağızı olan birinci yerləşdirdiyi hesab olunur. Bu isə o deməkdir ki, dövlət müəssisələrin özəlləşdirilməsində 65% əmlak hüququna malik olan vətəndaşlardan bu çekləri ikinci bazardan əldə edilmədən heç bir sahibkar, xarici və yerli investor özəlləşmə iştirak edə bilməz. Həmin 65%lik hissə sahibkar, xarici və ya yerli investor tərəfindən pul ilə əldə olunsa da, bu durum konstitusiyanın və qanunların pozulması hesab olunur. Yəni, qanunda istər xarici və yerli investor ancaq və ancaq vətəndaşlarda olan paylarını almaqla, yəni dövlətin birinci olaraq yerləşdirdiyi çekləri almaqla özəlləşdirmədə iştirak edə bilər. Başqa qaydalar vətəndaşların hüquqlarının pozulmasıdır. Dövlət ancaq ona məxsus olan 35%-i pulla sata bilər. Heç kim konstitusiyaya zidd olaraq qanunla özəlləşdirmə çekləri verilən zaman vətəndaşlara verilən hüquqları, dövlət öhdəliklərini, qanunla qoyulmuş qaydaları, istər dövrdən çıxarılan qaydasını, istər çeklərlə inflyasiyadan qorunan əmlak payının ekvivalentini, dəyəri qiymətini həm də qanunla öhdəlik kimi vəd edilmiş orta və ya iri müəssisələrin 65%lik əmlakını qanundan aşağı qüvvəli qanunverici aktları ilə poza bilməz. Belə, dəyərli izləyicilər, Sübhan müəllimin də fikirlərini, şərhini izlədiniz və qeyd edim ki, efirimizi elə indi bəyənin, paylaşın ki, daha geniş auditoriyaya çatımlı ola bilək. Deməli, dəyərli tamaşaçılar, 12 ildir ki, orta və iri müəssisələrin 65%lik özəlləşdirilməsi çeklərsiz aparılır və bu, qeyd etdiyimiz kimi, konstitusiya və qanunlara zidd hesab oluna bilər. Çünki bu həm xarici, həm də yerli investorlar üçün gələcəkdə böyük problemlər yarada bilər, həm də ölkədəki narazılığı, sosial gərginliyi artıra bilər. Hüquqşünas alimlərin söylədiklərindən də məlum olur ki, qanunla qoyulmuş qaydalara əsasən yeni nominal qiymətlərin təyin edilməsi gələcəkdə özəlləşdiriləcək bütün orta və iri müəssisələrin 65%lik hissəsinin bugünkü real dəyərinin tədavül dövründə istifadə olunmayan özəlləşmə paylarına, yəni 1.600.000-ə bölünməsi ilə hesablanmalıdır. Belə ki, bu da 25 ildə olan inflyasiyanı əgər nəzərə alsaq, bir əmlak payının, yəni 4 çekə düşəcək dövlət əmlak payının nominal qiymətinin ən azı $20.000 əmlak ekvivalentində olması deməkdir. Daha bir açıqlamamız olacaq, dəyərli tamaşaçılar. Bakı Dövlət Universitetinin Hüquq Fakültəsinin dosenti, hüquq üzrə doktor AMEA Vəkil Bürosunun müdiri Sərvər Süleymanlı. Sərvər müəllim dövlət özəlləşdirmə çekləri və payları ilə bağlı fikirlərini bizimlə bölüşüb, izləyək. Deməli, bu məsələ açığı uzun müddətdir ki, çox təəssüf ki, problem olaraq qalır. Bəzən də baxırıq ki, mətbuatda bu məsələyə səthi olaraq işin mahiyyətinə varmadan elə ümumi qaydada tənqidi və məsuliyyətsizcə fikirlər bildirilir və çox təəssüf ki, bu fikirlər bəzən hüquqşünaslar tərəfindən də irəli sürülür. Amma elə bilirəm ki, o məsələyə onlar kifayət qədər işin mahiyyətinə tanış olmadan, onun baxımdan hüquqi təhlil aparmadan deyirlər. Amma bir də var ki, ümumiyyətlə hüquqşünas olmayanlar da bu məsələdə belə deyək də fikirlər bildirirlər və əksər halda da fikirlərin hüquqla və qanunla və işin mahiyyətinin heç bir əlaqəsi olmayacaq şəkildədir. Sırf sadəcə belə öz mülahizələrini hüquqi təmələ söykənmədən hüquqi məsələdə bildirirlər. Amma bununla bağlı, onu da deyim ki, amma düzgün mövqelərdə qoyulur, bu mətbuatda da zaman-zaman işıqlandırılır. Burada əvvəla onu nəzərə almaq lazımdır ki, bu dövlət özəlləşdirmə paylarıdır və bunlar çıxarılaraq vətəndaşlara dövlət əmlakının bir hissəsi olaraq verilmişdir. Yəni, çünki Sovet hökuməti dövründə xalqın əmlakı sayılırdı. Hər şey dövlətə verilmiş ki, bu nəticədə heç kimin şəxsi olmasın, hamısı ümumi xalqındır.
və xalqın da bu sərvəti dövlət tərəfindən idarə olunur. Amma nə var ki, artıq sosializm quruluşu çıxdıqdan sonra artıq bu əmlak yəni xalqın özünə bir növ qaytarılırdı. Və o əslində o nöqteyi nəzərdən tam da düzdür, əvəzsiz də deyilir, amma bir növ baxanda əslində əvəzsiz deyildi. Onsuz da xalqın əmlakı idi. İndi xalqın arasında təkərən onlara o paylar şəklində verilir. Və burada dolayısıyla da bu əslində bir mülkiyyətdir. Bunun onsuz da özəlləşmə çekinin özündə də bu açıqca ifadədə olunur. Yəni burada vətəndaşlar mülkiyyət hüquqları, bu əmlak payı vardır və bunun qiyməti kağız olan dövlət özəlləşmə çeklərinə bu əks elətdirildi. Orada etibar olundu. Bunun da səbəbi oydu ki, o bir əmlak haqqı deyək, o əmlak mənafeyini rahatlıqla tədavülünü asanlaşdırmaq, yəni bir növ mülkiyyətçilərin mülkiyyət predmetindən istifadəni və onunla bağlı əməliyyatlarını asanlaşdırmaq üçün bu dövlət özəlləşmə çeklərinə bağlanmışdır. İndi sual olunur ki, vətəndaşlara dövlət özəlləşmə payla verilmiş mülkiyyət hüququnun aqibəti necə oldu? Bu suala indi heç kim cavab verə bilmir. Halbuki bu mülkiyyətdir və təminat altına alınmış bir hüquqdur. Bu nəticə etibarilə vətəndaşların hal-hazırda hələ də o hüquqları təmin edilməmiş vəziyyətdə qalır. Dəyərli izləyicilər, daha bir şərh izlədiniz və qeyd edim ki, bir daha diqqətinizə çatdırıram. Vətəndaşlara verilən dövlət əmlak payı əslində vətəndaşların öz halal mülkiyyət payıdır və bayaq da qeyd etdik, ümumiyyətlə bizim ata-babalarımızın zəhməti hesabına zamanında yaradılmış mülkiyyətdən düşən miras əmlak payıdır həm də. Biz deputatlardan da, dövlət qurumlarından da bu hüquqi problemə və hüquqşünas alimlərin fikirlərinə, münasibətlərini öyrənmək üçün media qurumlarına da müraciət edirik ki, vətəndaşlara dəstək olsunlar, araşdırma aparsınlar bu mövzuda. Çünki bu məsələ açıq olaraq qalır, uzun illərdir. Özəlləşdirmə çekləri ilə bağlı mövzuya tam olaraq aydınlıq gətirilmir və elə indi bir daha sizdən ricam odur ki, efirimizi bəyənin, paylaşın, daha geniş auditoriya bu mövzunu izləyə bilsin. Xüsusən də əlində özəlləşmə çekləri olanlar verişimizin davamını diqqətlə izləsinlər. Daha bir açıqlamanı bizə Yeni Azərbaycan Partiyasının üzvü, sabiq millət vəkili və Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri olmuş, hüquq üzrə fəlsəfə doktoru olan Çingiz Qənizadədir və Çingiz müəllim özəlləşmə çekləri barədə hüquq və qanun pozuntuları ilə əlaqəli fikirlərini bizimlə bölüşüb. İndi Çingiz müəllimin fikirlərini dinləyək. Bilirsinizmi xanım, vermiş olduğunuz sual çox aktual bir məsələdir. Vətəndaş münasibətləri məsələsidir. Dövlətə və qanuna vətəndaşların və xarici investorların inamı məsələsidir. Heç vaxt qanunun aliliyinin pozulmasına yol vermək olmaz. Bir hüquq qanunla verilibsə və konstitusiyaya zidd deyilsə, necə bu qanunu pozmaq olar? Artıq özəlləşdirmə çekləri barədə olan hüquqi problemlər çoxsaylı hüquqşünaslar, alimlər tərəfindən elmi və praktik tərəfdən araşdırılıb. Qanun jurnalında və mətbuatda bu barədə çoxsaylı məqalələr yazılıb. İnanıram ki, tez bir zamanda prezident aparatındakı hüquqşünaslar və deputatlar Konstitusiya Məhkəməsinə müraciət edərək qanunvericiliyimizə kölgə salan bu problemin aradan qaldırılmasına maraqlı olacaqlar. Mənim isə vətəndaşlara tövsiyəm yalnız bundan ibarət ola bilər ki, özəlləşdirmə çeklərini satmayın. Bunlar qanunla qüvvədə olan dövlət qiymətli kağızıdır. Çingiz Qənizadəyə də fikirləri üçün təşəkkür edirik dəyərli izləyicilər və müxtəlif rəyləri siz bizdən eşitdiniz. Özəlləşmə çekləri olanlar, əgər siz də problemlərinizin ictimailəşməsini istəyirsinizsə, tez bir zamanda bu məsələnin həllini tapmasını istəyirsinizsə, bizim verişimizi paylaşın ki, ətrafınızdakı insanlar da, qohumlarınız, dostlarınız, iş yoldaşlarınız əgər çekləri varsa satmasınlar və eyni zamanda bizim hüquqşünasların fikirləri ilə bağlı şərh bölməsində siz də rəyinizi yazın, göndərin bizə və onu da növbəti verişlərimizdə dəyərləndirəcəyik. Çekləriniz varmı? Bu fikirləri necə dəyərləndirirsiniz və doğru hesab edirsinizmi? Sizin mülahizələriniz nələrdir? Qeyd edim ki, daha bir hüquqi açıqlamanı bizə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, eyni zamanda Prospekt Vəkil Bürosunun müdiri Həbib Əliyev verib. Həbib müəllimə sualımız bu oldu ki, ümumiyyətlə bugün özəlləşmə çeklərinin alqı-satqısı hüquq və qanuna uyğundurmu, düzgündürmü, nə dərəcədə düzgündür və Həbib müəllim sualımızı belə cavablandırıb, onun
çıxışını izləyək. Məsələ belədir ki, fərmanla da olsa özəlləşdirmə çeklərinin tədavülü dayandırıldığından və özəlləşdirmə çeklərinin algı-satqısı ilə məşğul olmaq üçün lisenziyalar ləğv olunduğundan onların alverin etmək qadağan olunmuş sayılır. Ancaq bir əşya kimi kiminsə öz çekini satması və ya kiminsə ancaq özü üçün, yəni satmaq məqsədi olmadan alması qanunla yol veriləndir, yəni qanunla qadağan olunmamışdır. Konstitusiya isə bu əməli, yəni qanunla birbaşa qadağa qoyulmayan əməli hər bir vətəndaşın öz hüququ sayır. Mən bir hüquqşünas kimi vətəndaşların tez bir zamanda sevindirici xəbər alacağına inanıram. Bu səbəbdən heç kimin 25 ildir ümidlə saxladıqları özəlləşdirmə çeklərini satmağı tövsiyə etmirəm. Dəyərli izləyicilər, efirimiz davam edir və siz hüquqşünaslarımızın fikirlərini izləyirsiniz. Bunlar hamısı özəlləşdirmə çekləri ilə bağlı hüquqi problemlərə aydınlıq gətirirlər. Daha bir açıqlamamız olacaq, dəyərli izləyicilər. Vəkillər kollegiyasının üzvü Asif Məmmədovdan açıqlama almışıq və Asif müəllimə sualımız oldu ki, hal-hazırda hələ də qüvvədə olan ixtisaslaşmış çek investisiya fondları haqqında əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidenti Ulu Öndər Heydər Əliyev tərəfindən 14 may 1997-ci il tarixli 579 saylı fərmana və həmin əsasnamədə dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 22 dekabr 2014-cü il tarixli 426 saylı fərmana əsaslanaraq demək olarmı ki, dövlət özəlləşmə çekləri hələ də qüvvədə və dövriyyədədir? Bu sualı bir daha qeyd edirəm, Vəkillər Kollegiyasının üzvü Asif Məmmədov cavablandırdı və onun biz şərhini də izləyək. Bu məsələ barədə hesab edirik ki, normativ hüquq aktları haqqında nəzəriyyəyə görə verilmiş bir hüquq ləğv edildiyi zaman həmin hüququ tənzimləyən normativ hüquq aktlarda bundan sonra hər hansı bir dəyişiklik edilməz. Çünki o artıq o hüququn qüvvədən düşdüyü hesab olunur. Məlum olduğu kimi ixtisaslaşdırılmış çek investisiya fondları haqqında əsasnamə 14 may 1997-ci il tarixli 579 saylı fərman ilə təsdiq olunub. Həmin çeklər başqa bir fərman ilə 2011-ci ilin yanvar ayının 1-dən etibarən tədavüldən çıxarılıb. 22 dekabr 2014-cü il tarixli 426 saylı fərman ilə isə həmin ixtisaslaşdırılmış çek investisiya fondları haqqında əsasnamədə dəyişiklik edilib. Burada sual olunur ki, əgər çeklər hələ də qüvvədə deyilsə, onda nə üçün həmin çeklərə dair olan əsasnamədə onlar dövrədən çıxarılandan sonra dəyişiklik edilib? Bunlar əsasında hesab edirik ki, qanun özəlləşdirmə çekləri hələ də qüvvədədir və müəyyən hüquqları təsdiq edirlər. Hətta hesab edirik ki, dövlətimiz vətəndaşların çağırılışlarını diqqətə alıb, onları tezliklə də tədavülə qaytaracaq. Dəyərli ekspertlərimizə fikirlər və şərhləri üçün təşəkkür edirik və izləyicilərimizdən bir daha ricamız odur ki, efirimizi paylaşın, elə indi izləyənlər paylaşın ki, daha çox insan görə bilsin. Stat TV internet televiziyasının efirində canlı polemika verilişidir və mövzumuz özəlləşdirmə çekləridir. Bütün hüquqşünasların birmənalı olaraq özəlləşdirmə çeklərinin vətəndaşların mülkiyyət hüququnu təsdiq edən və qanunla bugün də mülkiyyət hüququ verən dövlət qiymətli kağızları olduğunu sübut olunur. Və bugünə qədər hakimiyyətdəki hüquqşünas və deputat hüquqşünaslardan heç biri bunun əksi olan bir fikir bildirməyiblər. Mütləq qeyd etmək lazımdır ki, Ulu Öndər Heydər Əliyev vətəndaşların hüquqlarının qorunması və tarixi sosial ədalətin bərpası üçün Prezident Sarayında 1995-ci ildəki çıxışında dəfələrlə qeyd etmişdi ki, özəlləşdirmə zamanı mütləq hər vətəndaşın əmlak payı verilməlidir. Bu o zaman çox mütərəqqi bir addım idi, dəyərli izləyicilər. Hətta 10-20 il özəlləşdirmə davam etsə belə vətəndaşlar öz əmlak payını almalıdırlar demişdi Heydər Əliyev. Hətta yaşlı insanların dediyinə görə 1997-ci ildə özəlləşdirmə çekləri paylanan zaman Heydər Əliyev ASTV-də ölkə vətəndaşlarına öz çeklərini satmamağı və özəlləşdirmə zamanı ondan istifadə etməyi məsləhət görürdü. O zaman insanların məlumatsızlığı, maarifləndirmə işlərinin olmaması nəticəsi olaraq ölkə əhalisinin 70%-ni təşkil edən kənd əhalisi torpaq payları aldıqdan sonra çoxları sevinclərindən özəlləşdirmə çeklərini 100-150 dollara satdılar. O zamanki pulla elə də böyük məbləğ sayılmırdı bu qiymətli kağızların qarşısında və o zaman qızılın 1 qramı 8 dollar idi. Əslində qazananlar çeklərini 2000-ci ilə qədər satanlar oldu. Sonradan qara bazarda qiymətlər dəfələrlə aşağı düşdü. Və nəzərə almaq lazımdır ki, bundan sonra da böyük özəlləşdirmə prosesi gedəcək və özəlləşdiriləcək iri müəssisələrin maliyyə tutumu da çox böyükdür. Bunu
mütləq nəzərdə saxlayın. Dövlət investisiya holdinqi yaradıldı və gələcəkdə poliklinika, xəstəxanalar, ali və peşə təhsil məktəbləri, kommunal sahə, hətta bugün xarici şirkətlərlə bağlanmış müqavilələr başa çatandan sonra neft və mədən sənayesində olan, bu sahədə olan müəssisələr də özəlləşdirilə bilər. Orta və iri əmlakların özəlləşdirilməsi zamanı qanunla bu əmlakların ən azı 65%-dən çoxu 65%-i özəlləşdirmə çekləri ilə əvəzlənməlidir və vətəndaşlar bu prosesdə öz çekləri ilə iştirak etməlidirlər. Bu səbəbdən də dəyərli izləyicilər, əgər sizdə də varsa, lütfən satmayın özəlləşdirmə çeklərini. Çünki həmin çeklər bütün özəlləşdirmə dövrü üçün nəzərdə tutulub. Yəni 2000-ci ilə qədər nəzərdə tutulmayıb, bütün özəlləşdirmə dövrləri üçün nəzərdə tutulub və hələ də özəlləşdirilməli olan orta və iri müəssisələr var. Bunların da 65% dəyəri sizin əlinizdəki çeklərlə aparılmalıdır. Dövlət ancaq 35%-ni pulla sata bilər və bunu gəlir olaraq büdcəyə daxil edə bilər. Əgər dövlət digər 65%-i də satmaq istəsə, təbii ki, bu da mümkündür. O zaman özü kompensasiya ilə vətəndaşlardan özəlləşdirmə çeklərini almalı, sonra müəssisələri istədiyi kimi tam həcmdə özəlləşdirməlidir. Həmçinin də əgər xarici və yerli sahibkarlar, investorlar iri və orta müəssisələri özəlləşdirmək istəyirlərsə, bu zaman onlar ikincili bazarda vətəndaşlardan özəlləşmə çeklərini alacaqlar, sonra prosesdə iştirak edəcəklər. Bu məsələ belədir. Sizin də fikirlərinizi və rəylərinizi gözləyirik. Bizim şərh bölməsində hüquqşünaslarımızın fikirlərini də izlədiniz və əllərində özəlləşmə çekləri olanlardan onun satmamasını hüquqşünaslar da rica edir, məsləhət görmürlər. Çünki bu məsələ yenidən gündəmə gələcək və vətəndaşlar özlərinin miras əmlak payının özəlləşdirilməsində iştirak edəcəklər, əgər çeklər yenidən tədavülə buraxılarsa. Bu qədər dəyərli izləyicilər, növbəti verişlərimiz də olacaq bu haqda və bu mövzunu gündəmdə saxlamağa çalışacağıq. Bizi izləyənlər bəyənib əslində bir çıxış hazırlamışam və o çıxış etmək imkanım olmayıb. Mən bunu parlamentin tribunasından səsləndirmək istəyirəm. Hal-hazırda mənim də 7 özəlləşdirmə çekim var və birini $120 almışdım. Bunu almışam 98-99-cu ildə, bu illəri almışam. Aldığım əmək haqqını aparaq verirdim ona, aldım. Çünki bu bahalaşır, mən də buradan qabağa düşür. Təbii ki, nəinki qabağa düşmək, ziyana düşür. Və əlində 5, 10, 20, 30, 40 özəlləşdirmə çeki olan insanlar var. Onların günahı nədir? O insanlar düşünürdü ki, bu onların payıdır. Bunu istifadə edirlər, qiymətli kağızıdır. Amma özəlləşdirmədə heç insanlar doğru, dürüst o zaman siz bu dövlətin hədəsində mərhum Heydər Əliyevin atdığı ən gözəl addımlardan da biri özəlləşdirmə çekidir. Və o insanlar üçün atılmış bir addımdır. İnsanların qoyduğu zəhmətin haqqı ona pay kimi verilirdi. Amma bir çox insanlar heç onun fəlsəfəsini də düzgün anlamadı. Tez satdılar. Bir çox müftəkirlər ortaya girdilər. Yəni də belə də yenə də onunla o fərasətlər, qabağa düşənlər və o işin arxasında dayanan bilən dövlət məmurları, o məmurlar və onlara yaxın adamlar yararlandılar. Özəlləşdirmə çeki ilə dövlətin varını, dövlətini talan elədilər. O qədər milyonerlər, milyarderlər oldu ki, milyardlar qazananlar oldu. Dəyər dəyməzinə özəlləşdirdilər hər bir şeyi. Bazar qiyməti 1000 manat özəlləşdirdilər 10 qəpiyə. Satdılar, sonra milyonlara. Kim etdi bunu? Və insanlar qaldı ki, nədir? İnsanların əlində özəlləşdirmə çekləri qalıb. Bu bundan yararlanmalıdır. Bu bundan istifadə etməlidir. Dövlətin ona verdiyi payla harasa qoyduğundan xeyir götürməlidir, fayda götürməlidir. Yoxdur. Buna görə də məncə orada bizə daxil olan məktubda Azərbaycan vətəndaşlarının konstitusiyon hüququnun pozulduğu ilə də bağlı müddəa var. Çünki Cənab Prezident tərəfindən imzalanan bir sərəncam var, özəlləşdirmə çekləri ilə bağlı və Konstitusiya Məhkəməsindən istək budur ki,
o qərarı hazırlayanlar və prezidentə təqdim edənlər konstitusiyanı pozurlar. Və bugün o konstitusiya pozuntusu aradan qaldırılmalıdır. Və burada təbii ki, bunun nə qədər qanun olmasında Konstitusiya Məhkəməsi qərar verməlidir və onlar bunu Konstitusiya Məhkəməsinə də göndərirlər və bizdən də istəkləri budur ki, biz də onu Konstitusiya Məhkəməsinə göndərək. Bununla bağlı mənim bir yanaşmam var, çıxışım var. Mən istəyirəm bunu Milli Məclisdən səsləndirəm və bunu hökumət üzvlərinin nəzərinə çatdıram. Mən özəlləşdirmə çeki ilə bağlı insanların tələbini haqlı sayıram. Mən isə edirəm ki, parlamentdə bu məsələ ilə razılaşan özəlləşdirmə çeklərinin yenidən dövriyyədə olması və bundan onun əlində olan insanların faydalanması kimi ilə bağlı məsələlərdə xeyli dəstəkli həmrəydir. O cümlədən mən də onların içərisində və mən dedim ki, o məsələni Milli Məclisin tribunasında səsləndirmək niyyətindəyəm. Ümid edirəm ki, dəstək verənlərin çox olacaq. Bu məsələnin ən azından ictimai müzakirəsi ortada olmalıdır və o özəlləşdirmə çeklərindən insanlar qanuna uyğun şəkildə